Dəyərli Azərbaycan gəncləri və gəncliyini yaşaya bilməmiş. Tamam, əsasım düzəld. Dəyərli Azərbaycan gəncləri və gəncliyini yaşaya bilməmiş yetkinlər. Yarım qalmış işlər üzrə mütəxəssis Emin Davud ilə yarı cahil izləyirsiniz. Bugünkü qonağım Orxan Ramazanov. Normalda belə rütbəsi yox, iki quş vəzifəsini deyirdim adamların qabağında. Səndə biraz qarışıqdır deyə. Qarışıq deyil əslində, yəni vəzifən var. Sadəcə bizim bugün haqqında danışacağımız şeylər biraz qarışıq olacaq deyə tam rütbə üzərindən getmədim. Rütbə. Orxan, xoş gəlmisən. Sağ ol Emin. Sən necə qərar qəbul edirsən? Məncə rahatlıqla deyə bilərəm ki, qərar vermə qabiliyyətim zəifdir. Ümumiyyətlə çox seçim olanda qarşımda biraz çətinlik çəkirəm. Amma hal-hazırda yəni üzərində işlədiyim qabiliyyətlərimdən biridir ki, təkmilləşdirim. Xaricə getmək qərarını necə verdin? Özüm həmişə marağında olmuşam. Yeni fərqli yerlərdə, fərqli mədəniyyətlərlə tanış olmaq. Bu əsas amillərdən biri idi. İkinci amillərdən biri də ki, təhsil sistemlərinə baxdım həmin universitetlərin Macaristanda və computer science ilə bağlı kurikulumları çox yaxşı dizayn olunmuşdu. Müqayisə elədim bizim yerli universitetin kurikulumu ilə. Gördüm ki, burada həqiqətən çox yaxşı fərqli fənlər keçirilir. Bizdə olmayan universitetlərin də reytinqləri yaxşı səviyyədə idi. Düzdür, top 100-lük falan deyil, amma yenə də bizimkilərlə müqayisədə qat-qat yaxşı idi. Nə bilim, universitetlərin özlərinin quruluşu mənə maraqlı gəlmişdi. Baxırdım belə qədim Harvard universitetləri, yəni belə bir qədim Avropa stilli binaların quruluşu həmişə mənə çəkib. Buradakı 2 ilini tulladın kimi bir şey oldu, yoxsa? Tam olaraq elə yox, düzdür. Əslində qanuni olaraq yəni atdım, çıxdım Xəzər Universitetindən. Amma orada universitetə başlayanda müəyyən burada keçdiyim fənləri transfer eləyə bildim. Yəni müəyyən qədərini hamısını eləyə bilməsəm də. Həm də bir şey var idi ki, orada bakalavr təhsili 3 il idi. Yəni çox il itirmirdim arada. Ona görə yəni buradakı 2 illik təhsilimi atıb getməyə çox da mən yəni saxlamırdı burada qalmaqda. 19 yaşında bir tələbənin Avropaya getməyi səncə məsləhət görürsən 19 yaşındakı tələbələr? Bu yaxşı sualdır. Çünki biraz mən deyərdim ki, masterə getsələr daha yaxşı olar, nəinki bakalavrdan. Niyə? Çünki o yaş ərəfələrində biraz ərgənlik, biraz çılğın olursan, biraz birdən-birə azadlığa Avropaya çıxırsan və burada qarşında olmayan müxtəlif şeylər rastlaşa bilərsən. Bu tam gecə həyatları ola bilər. Yəni səni evdə gözləyən yox, bir kəs yox. Sən özün çox rahat birisənsə, bu həyat tərzi biraz neqativ təsir eləyə bilər. Hansı ki mən görmüşəm, neqativ təsiri olan tanışlarım olub. Xarakterliyinin zəif olduğu müddətlərdir, mən onu deyərdim. Formalaşdığı bir müddətlərdir. O vəziyyətdə sən əgər necə deyim, məsəl üçün biraz rahat birisənsə, çox məsuliyyətli biri deyilsənsə, səhv yollara düşmə ehtimalın biraz artır. Əslində mən Bakıda qalan insanların da çox da belə inkişaf etmiş olacağına inanmıram o cəhətdən. Çünki yəni bizdə 30 yaşına qədər oğlanlar da, qızlar da ailələri ilə qalırlar və bu sənin inkişafın qarşısını alan şeylərdən biridir. Öz adımdan deyirəm ki, mən şəxsən ayrı yaşamağa başlayandan sonra biraz özümü tanımağa başlamışam. Ona görə kesin dəfə də bu cümlə belə quranda biraz səhv anlaşılır. Azərbaycanda bir çox insan özünü tanımır. Bu cəhətdən, həqiqətən. Çünki tək qalmamışsan, özünü tanıyan bilməzsən. Heç bəlkə də hansı yeməyi sevdiyini, nə bilim, təmizkar olub olmadığını, evdə özünü tanımırsan və bir çox insan da ailə evindən çıxıb birbaşa yeni ailə həyatına girirlər və ona görə də eyni valideynləri olmağa başlayırlar və onların roluna bürünürlər. Çünki fərqlisini görmürlər. O ailədən çıxıb bu ailəyə və bu inkişafın qarşısını alan bir şeydir. Sadəcə bu insanlar öyrənmədikləri heç nəni gedib uşaqlarına öyrətməyə çalışacaqlar ki, bu adamlar tək yaşamırlar və heç nə bilmirlər. Yəni ən azından o tələbəlik həyatı dediyimiz şey, Azərbaycanda insanlar tələbəlik həyatı yaşamayıb. Yalandan tələbəyəm deyib o kök sötürən insanlar var ki, hansı ki, tələbəlik yaşamamısan da sən evində yeməyin pişibdir. Sən gedibsən universitetə gedib gəlmisən, məktəbdən tək fərqi otaqların forma olmamağı olub da. Başqa heç bir fərq yox idi həqiqətən. Yəni mənim kimi adama görə mən Bakıxanovda yaşayırdım. Universitetim Neftçilərdə idi. Yəni məktəbə piyada gedib gəldim. Sonra da universitetə avtobusla gedib gəlməyə başladım. Gördüm ki, heç bir fərqi yox. Biraz daha hələ bizim oxuduğumuz universitet nisbətən digər universitetlərə baxanda daha yaxşı idi. Digər
bəzi dövlət universitetləri var ki, hansı ki, vəziyyət çox bərbad idi. Partalar belə eyni idi, yəni məktəb şeyləri ilə. Hə, mən ona görə çox sevirəm ki, Xəzərdə başlamışıq təhsilimə. İlk Xəzərə gələndə elə fikirləşmirdim, amma bu məsələlərə görə həqiqətən yəni Xəzəri çox bəyənmişdim. Daha çox biraz belə universitet vibe var idi orada, başa düşdüm. Filmlərdə gördüyümüz universitet. Biraz uyğun idi. Yəni mən bilmirdim ki, dövlət universitetləri biraz belə daha çox məktəb kimi. Bəziləri eşitmişdim ki, zəng falan vurulur, çıxırlarsa, qəribə gəlmişdi. Yəni bu universitet məktəblə fərq oldu. Bir dənə bayaqki məsələyə qayıtmaq istəyirəm. Yəni yenə də insan xarakterindən çox şey asılıdır. Gənclik vaxtlarıdır, biraz xarakter formalaşan vaxtlardır. Bir yandan mənə çox pozitiv təsir olub. Mən məsələn o yaşlarda getmişəm. Biraz mən gənc yaşlarımda çox da məsuliyyətli biri deyildim. Belə bir insan öz başına qalanda xaricdə hər işi və özünü görməli olduğun üçün bu hər şeydən gedir söhbət. Yeməyindən tutmuş bütün universitet sənəd işlərin məcbur özün edəməlisən də. Yəni böyüyün yoxdur başının üstünə, atan durub gəlib sənin üçün indi eləməyəcək. Belə şeylərdə çox pozitiv adama təsir eləyir. Mən məsələn, yəni rahatlıqla deyə bilərəm ki, mən götür dünyanın hər bir yerinə qoy, mən orada özümü bir şey eləyə biləcəm. Yəni o confidence, o özgüvən məndə yaranıb bu xaricdə böyüməkdən. Yəni mən də gənc yaşımdan orada olmuşam. Mən deyəsən məndə də o ideya oradan gəlir. Çünki indi hal-hazırda məsələn ev qavramına aşırı məna yükləyən insanlarla yola gedə bilmirəm bəzən. Yəni çünki evin daha belə müqəddəs bir şey olduğunu bilmirəm. Bəlkə də elədir. Bizim mədəniyyətimizdə elə bir şeymiş kimi gəlib. Tamam, mənə görə ev həqiqətən 4 divardan artıq bir şey deyil. Çünki çox tez-tez yer, məkan dəyişmişik xaricdə yaşadığımız müddətdə və görmüsən ki, həqiqətən sənin evin təkcə sənin bədənindir. Yəni başqa bir evin yoxdur. Yəni və dəyişirsən. Çünki hər şey dəyişə bilər. Amma elə adamlar var ki, bir dənə evindən uzaq qala bilmir və s. və s. Yəni bu çox pis bir şeydir və o komfort zonundan çıxmaq lazımdır ki, inkişaf edək. Bu danışdığımız mövzular çox böyük və dərin mövzulardır. Hərəsi haqqında bir ayrı bölüm çəkmək olar, amma bunları burada yekunlaşdıraq. Kiminsə nəsə sualı olsa rəylərdə yazarlar. Biz yenə gələcəkdə bir video çəkərik. Digər mövzulara keçid edək yavaş-yavaş. Yaxşı Orxan, indi nə işlə məşğulsan? Macarıstan Eötvös Loran Universiteti Computer Science bitirdim. Bir müddət proqramist kimi işlədim, front-end developer kimi. Sonra şirkət daxili Scrum Master pozisiyonu var idi. Bizim də komanda Scrum framework ilə işləyirdi. Bu elə bil ki, Agile metodologinin frameworklərindən biridir. Uzun sözün qısası, hal-hazırda Agile coach kimi işləyirəm. Həm də 3 dənə komandam var. Onlarla Scrum Master kimi də işləyirəm. Yəni. Scrum Master nə iş görür? IT Project Manager kimi bir şeydir. Project Managerdən biraz fərqli roldur. Project Management'in öz fərqli üslubları var. Scrum framework'in işləmə prinsipi biraz başqadır. Yəni Scrum komandasının müəyyən qayda və qanunları var. Bir Scrum Master ümumiyyətlə həm də Agile coachdur. Yəni sən Agile'ı çox yaxşı bilməlisən ki, düzgün şəkildə bir komandanı, bir Scrum komandasını işlədə biləsən. Yəni Scrum Master olaraq sən əsas vəzifən nədir? Framework'ün düzgün tətbiqinə nəzarət eləyirsən. İclas belə başlayır ki, misal üçün deyək ki, 10 dənə belə bir user story var, ya task deyək. Mən məsələn nəzarət eləməliyəm ki, bu tasklər prioritizə olunub, yəni komandaya aydındır ki, hansı task ən vacibdir və çox vaxt yuxarıdan aşağı bunu düzürük. Komandanın iş görə bilmə həcmini hesablayıram. Yəni biz o 2 həftə ərzində neçə dənə task planlaya bilərik. Bunu belə cahilcə özətləyəsi olsaq, mən bunu ChatGPT-də prompt yazsan, 12 yaşındaymışsanmış kimi izah elə, yəni elə bir şəkildə başa düşmüşəm deyə deyəcəm. Səhvim olsa düzəldərsən. Deyək ki, 5 nəfər uşaq yığılırlar ki, bir dənə taxtadan ev düzəldəcəyik. Taxtalar kodlardır, evdəki sonunda sənin verəcəyin məhsuldur. O uşaqlardan biri üçün düzəldirik də bu evi və o uşaqlardan biri olur product owner ki, o deyir ki, mən belə bir ev istəyirəm, belə bir ev istəyirəm deyə. Ata olur Scrum Master atadır və gəlir deyir ki, baxın, product owner belə bir şey istəyir. Sən bunu eləyəsən, sən bunu eləyəsən, sən bunu eləyəsən. Və o uşaqlar da arada iş prosesində bir problem yaranır, bilmir kimin işidir bu deyə. Gəlir deyir ki, bunu kim eləməlidir, sən də onu həll edirsən. Və bu bir həftəlik bir prosesdirsə deyək ki, maksimum. Hər gün səhər görüşürlər və deyirlər ki, okey, sizin bugünkü işləriniz bunlardır, gedin bugünkü işlərinizi görün.
Düz başa düşdüm. Həm düzdür, həm də yanlışlarım var. Elə bu misaldan izah eləyim. Bax, product owner məsuliyyət daşıyır ki, bu materiallar, evi tikmək üçün olan materialları gətirməlidir komandaya. Məsələn, deyək, sütunlardır, ya nə bilim, qapıdır falan. Bu materiallar product ownerdan gəlir. Və əmi var onda bir yəni ortada da. Düzdür, yəni ki, əminin sexi var. Əmi gətirir, bunları təşkil edir. Ay sağ ol. Və sonunda da əminin adı olacaq ki, bu əminin evidir kimi bir şey. O məsuliyyəti bütün komanda daşıyır. Yəni o evin tikilməsinə lazım olan materialları product owner gətirir. Biz əmin olmalıyıq ki, bu hər bir hissə komandaya aydındır ki, bu nədir, bu sütundur, bu taxtadır, bu detallar bizə aydın olmalıdır. Mən məsələn bunlara nəzarət edirəm, düzdür? O bünövrə necə salınacaq, nə qaydada salınmalıdır? Yəni proqram necə develop olunacaq? Bu artıq o azadlıq o komandaya verilir. Yəni product owner deməyəcək ki, sən kubikləri düz, sən betonu tök. Yəni bu Scrum komandasının traditional waterfall project managementdən fərqi ordadır ki, yəni burada komandaya burada management yoxdur və mənim də rolum elə bir komandanı yetişdirməkdir, başa düşdün? Orxan, qərar vermə qabiliyyətinin zəif olmağı sənin bu işindən tam tərs mütənasibdir axı. Onu necə idarə edirsən bəs? Hər sahədə məndə bu çətinlik yoxdur. Paltar alış-verişinə keçən məsəl üçün, orada o çətinliyi yaşaya bilərəm. Amma bu işdə o çətinliyi yaşadığım anlar da olub. Halbuki 4 ildir bu işlə məşğul olduğum üçün artıq bu sahədə yəni bir növ özümü təkmilləşdirməyə bacarmışam. Oradakı biliklərini onda normal həyatdakı qərar vermə mexanizminə eləyə bilərəm. Məsəl üçün belə bir komandanın düzgün işləməsi üçün çox vaxt çətinlik yaradan amillərdən biri prioritetlərin düzgün qoyulmamağıdır. Yəni ki, hansı iş daha vacibdir, nədən başlamalıyıq, düzdür? Məsələn, sən də deyək alış-veriş eləməyə getsən, bir növ bunu özünə aydınlaşdırsan, bəlkə bir rahatlıq tapmış ola bilərsən ki. Hə də, yəni əvvəlcədən mən məsələn gedəcəm mağazinə, deyək ki, mola gedəcəm. Mən mola boşu-boşuna getməkdənsə mən niyə gəlmişəm bura? Sən bunu bilmirsənsə çətinlik çəkərsən. 1000 dənə şey var almağa. Ayaqqabı mənə vacibdirmi? Məsəl üçün sən bilsən ki, qabaqdan yay gəlir, düzdür? Sən məsələn axtarırsan daha çox qol gödəklər, ya nə bilim belə şeylər. Yəni belə sadə bu hamıya bəllidir onsuz, yəni amma yəni bəllidir, amma heç kim bunu tətbiq edə bilmir. Biraz dərinliyinə getsən, bu priority-dən düzgün istifadə eləsən. Bəli. Məsələn, sən deyirsən ki, həqiqətən yay üçün bir ayaqqabı almalıyam. Öncədən filtrlər qoyursan özünə. Ki bax, mən yay üçün ayaqqabı axtarıram. Yay üçün hansı materiallı ayaqqabı axtarıram? Parça ayaqqabı axtarıram, yoxsa X bir materialmı? Rəngi necə bir şey olsun istəyirəm, bu rəng olsun istəyirəm. Və beləcə sən o mola gedəndə artıq daha az vaxt və enerji itkisi yaşayasan. Çünki görəsən, məsələn, çox bəyəndiyim bir anda gözvə o marketinq nəticəsində gözvə çox qəşəng görünən bir ayaqqabı ola bilər. Və sən ona uçasan, deyək ki, gedib alasan, yanlış qərar verərsən, amma bir həftə sonra o effekt gedəndən sonra onun bir adı var idi, yadımda deyil, cahilliyimə ver. Nəsə bias deyə bir şey. Nəsə bununla bir şey bağlıdır ki, yəni o anda sən qazlanırsan və onu alırsan da bir işığın effekti ilə falan. Gəlirsən bir həftə sonra o effektin vaxtı keçmiş olur və sən görürsən ki, yox da bu sənin ehtiyacın olan şey deyildi halbuki. Amma sən o filtrləri əvvəlcədən dəqiqləşdirsən, o ayaqqabı görəndə artıq sən o filtrlərə uyğun olmadığını bilib qərarı dəyişəsən. Bu həyatda da belədir də əslində. Məsəl üçün mən bunu ən çox hal-hazırda çalışıram nədə tətbiq eləyim. Yəni bu priority-nin vacibliyi necə kömək eləyir? Mən məsələn deyək ki, müəyyən hədəflərim var, düzdür? Yazıram onları. Baxıram ki, çox şey eləmək istəyirəm də. İlk olaraq yazmağın vacibliyi ondadır ki, görürsən istədiyin şeyləri ən azından göz qabağında və sonra onların hər birinə müəyyən bir vahidlə necəsə indi o sənin özündən asılıdır. Düzdür? Hər bir şeyin bir dəyəri var sənin üçün. Sən o aydın olsa, bir verə bilərsən. 1-10 arası bir bal versən. Vaciblik balı kimi bir şey. Ay sağ ol. Ondan istifadə edə bilərsən, tamamilə doğrudur. O rəqəmlərin böyüklüyü nədən asılıdır? Yəni o da o hədəfin sənə verdiyi dəyərdən asılıdır. O bax yenə də o biraz işləri daha da necə deyim, çətinləşdirir və o yarı yolda əl çəkmə ehtimalın daha da çoxalır. Məsələn, o 10 balı da şey üzərinə verəsən, 10 fərqli bir dəyər bəlirləyə bilərsən. Məsələn, keyfiyyət,
nə bilim kəmiyyət, maddiyyat, sağlamlıq kimi şeylər və hərəsindən bir bal verərək eləyə bilərsən. Bu biraz işi uzadır, amma mənim tövsiyə etdiyim taktika keçən dəfə sənin də dediyim daha müqayisə üsuludur. O daha yaxşı effektli olur. Məsələn, deyək ki, sən 5 il sonra əldə etmək istədiyin 10 şeyi yazırsan, sonra başlasan 1 ilə 2-ni müqayisə etməyə və hansı daha üstündürsə onun qabağından bir tik qoyursan. Sonra 1 ilə 3-ü müqayisə edirsən, yenə hansıdırsa quş qoyursan. Sonra 1 ilə 4, 1 ilə 5, 1 ilə 6 gedir belə ona kimi, sonra 2, 3, 2, 4 falan. Onda artıq sən hərəsinin qabağında daha çox tiki olan sənə görə daha üstün olmuş olur. İşindən də əlavə hobbin var, Orxan. Var, əlbəttə. Nə iş, nədir və necə olur? Fotoqrafiya, videoqrafiya ilə məşğul olaram orada. Tam olaraq yəni hobbi kimi istifadə edirdim. Sonra keçən il gördüm ki, yəni bu sahədən biraz üstünə düşsəm pul da qazana bilərəm. Başladım daha ciddi yanaşmağa və çox maraqlı hadisələr mi deyim, yəni insanlar mı deyim qarşıma çıxartdı. Yəni bu işə belə yanaşmağım. Fashion brendlər var ki, işləmişəm onlarla, yerli Macarıstanın. Yəni nə bilim müəyyən kafelər var ki, onların videolarını hazırlamışam. Özüm ilk olaraq sadəcə başlamışdım şəhər videoları falan çəkməyə. Bir müddətlik fasilə vermişdim. Həm işlərim çox idi, vaxt ayıra bilmirdim. Həm də ki, gördüm ki, bu hobbilikdən çıxıb gedib bir iş həyatına dönüb. Bəzən elə olurdu ki, müştərilərlə yaşadığım problemlərə görə az qala hobbimdən də zəhləm getsin. Ona görə çalışdım ki, yəni mənə ehtiyacım yoxdur, düzdür, oradan əlavə gəlirin gəlməyinə. Yaxşıdır, pis bir şey deyil. Onsuz da o gəliri elə invest edirdim öz işimə, o hobbimə. Sadəcə bu məsələlərə görə biraz ara verdim, oturdum, fikirləşdim ki, görək öz tam istədiyim nədir. Bu məncə vacib bir şeydir. Hər kəsin mən belə fikirləşirəm. Mən azı özüm individual olaraq, yəni iş həyatından başqa öz ruhsal mı deyim, öz kreativ mi deyim, tərəfivi ortaya qoyacaq bir məşğuliyyətin olmağı adamı rahatladır, yaxşı bir şeydir. 100%. Yəni mümkün qədər vaxt ayırmalısınız və xüsusilə bu yaradıcı da ola bilər, idman da ola bilər. Sən içindəki o əlavə qalan enerjini, hansı ki, atalarımızdan gələn o enerjini içindən tullamağın üçün bir şey lazımdır və o sənə ruhani olaraq da bir sakitlik verir. Yəni 100%. Bu dəqiqə yarı cahildir mənim üçün zaten bu dəqiqə hobbidir. Yəni sabah bir gün həqiqətən gəlirə dönüşsə necə bir şey olacağını mən də təsəvvür edə bilmirəm. Həm odur, həm də yəni dediyim kimi, yəni qarşıma çox düşünmədiyin fərqli insanlar, fərqli məkanlar çıxarda bilər. Mən məsələn elə belə başlamışdım şəhər videoları çəkməyə. Budapeşti çəkirdim özüm üçün. Son gördüyüm video işi Cathedral-ın içində fashion show olmuşdu. Orada mənə videoqraf kimi dəvət eləmişlər, orada işləmişdim. Yəni çox maraqlı bir ortam idi. Yəni heç ağlıma gəlməz ki, mən belə bir yerdə gəlib o işi görəcəm. Azərbaycan səfirliyi ilə də həmçinin işlər. Orada bizim Azərbaycan evi var. Azərbaycan evindən də həmişə iş görmüşük birlikdə. Oradan da maraqlı işlərim olub. Yəni gözəl bir şeydir. Yəni bu cəhətdən də məncə baxsaq, hobbilərlə məşğul olmaq vacibdir yəni. Videonu bəyənib abunə olmağı unutmayın. Orxana verə biləcəyiniz sual varsa altda Instagramını da qeyd edəcəm. Oradan da əlaqə saxlaya bilərsiniz. Və ya video yenə qonaq gəlməyini istəyirsinizsə, suallarınızı bu videonun altına qeyd edin. Növbəti dəfə Orxanı qonaq çağırıram və orada sual verərik bir də Orxana. Bu video hər videoya 10.000, birinə 5.000, birinə 10.000 demişəm. Bu videoda bir gün 10.000 izlənsə Orxanı yenidən qonaq çağıracam. Və ya mən gələrəm yanına, ya yenə sən gələrsən. Budapeştdə eləyərik, mənim evimdəki studiyada. Budapeştdə eləyərik, sənin studiyonda eləyərik. Ay, qəşəng, maraqlı söhbətdir. Ya Budapeştdə eləyəcəyik, ya da Zaqatalada eləyəcəyik. İkisindən biridir. Hələlik, yarı cahil davam edəcək.